Salam əziz dostlar, əziz izləyicilər. Biz vətəndaşların problemlərindən danışırıq. Problemlər bitmir, tükənmir. Xüsusən də kəndlərdə yaşayan vətəndaşların problemləri olmasın deyə özümüzü öldürürük. Yol problemi olmasın, qaz problemi olmasın. Biz bundan danışırıq, dəyərli dostlar. Mənə təxminən bir 15-20 gündür Cəllabad rayonunun Bədirli kəndindən Əli Abbas adlı bir dostumuz hər həftə zəng edir. Elnur müəllim, xahiş edirəm, gəlin bizim kəndə, bizim başımıza Cəllabad rayonunun Bədirli kəndində bir nəfər oyun açıb. Təxminən 20 fermerin, 20 kənd təsərrüfatı ilə məşğul olan vətəndaşın başına itin oyunu açıb. Bir dələduz, bir dolandırıcı. İndi danışacaqlar adamın haqqında. Mən Quliyev Zabit Ağa Əmrəhoğlu pensioner adamam. Həm də ki, təsərrüfatla məşğulam, öz təsərrüfatımla məşğulam. Dövlətin mənə verdiyi torpağı əkib becərirəm. Prezidentimizin göstərişi ilə bölünüb verilibdir. Mən də o torpaqdan istifadə edirəm. Bələduzlanın biri gəldi, belədir, məhsul götürür, torpağı. Kimdir onun adın, familiyası? Anar Uluşanov. Uluşanov Anar. Uluşanov Anar. Hara vətəndaşı diyor? Cəllabad rayonu hansı kəndir? Cəllabaddan da Sabit küçəsindən də Bakıda yaşayır. Cəllabad sakinidir, Sabit küçəsinin sakinidir, Bakıda yaşayır, Anar adında. Bir dənə haşiyə çıxım, biz onu sifdə əvvəl polisə verib axtaranda onu axtarışla tapdılar. Hər bir yerdə elə bil ki, onun yaşayış yeri var. Hər rayonda, şəhərdə, Rusiyyətdə, hardasa da hər yerdə yaşaya bilir. Nəysə biz məhsulu verdik ona, bir həftəyə bizim pulumuzu verəcək. Biz də insanlıq inandıq da, məsələn, eləmişik də, vermişik də, almışıq da, insanlıqdır bu. Onlar pulu yoxdur, bir həftəyə malı satıb gətirmənin pulumu verir. Biləncik getdi, bir həftə getdi 10 həftə, 10 həftə getdi 20 həftə. İşimiz dərinləşdi. Getdik burada polis idarəsinə. Cəllabad rayonunun polis idarəsinə getdik. Orada bizi qarşıladılar, ərizələrimizi aldılar, hələ arxayın olun bir həftəyə sizin pulunuzu alıb verəcəyik. O bir həftə hələ indiyə qədər qalır. Baş nazirin qəbulunda olmuşuq, prokuraturada olmuşuq, banditizmdə olmuşuq. Bütün yerdə də getmişik. Bir qaz idarəsindən su idarəsi qalır. Biz bu günlər 5 gün, 10 gün bundan qabaq getmişik ki, işimizi tələb eləyək, pulumuzu tələb eləyək, deyir, iş bağlanır. Heç bizim heçində xəbərimiz yoxdur. Şarja bağlanır, Cəllabad rayonunda yoxsa? Cəllabad rayonunda sənəd var ki, uşaqlar da getmişdilər. Gediblər, mənim əvəzimdən, məsələn, qol çəkilib, mən pulumu almışım. Amma mən bir köpük pul almamışım. Vay. Bir köpük pul almamışım, belə şey olmaz. Mən prezidentimizdən xahiş edəyəm, mənə köməkli eləsin. Mən ayın 11-də 20 min pul ödəməliyim. Mən bunu hardan gətirib ödəməliyim? Ya məhkəməyə gedəcəm, mən tutacaqlar. Ya da ki, nəsə olacaq da bu. O dövlət pulunu mənə bağışlamayacaq ki. Hüseyin Fürsənd Hacıağaoğlu. Cəllabad rayonu Bədirli kənd sakini. Bu quruluş qurulandan prezident vaxtına torpağı bizə veriblər. Biz keçib babıq. Dolanışığımız ancaq bizim torpağla da əkinəcəyimiz, təsərrüfatımız. Ailə üzvlərimiz hamısı torpaqda işləyirik. Torpaqla əmələ gətirdiyimiz məhsulu satırıq, ona dolanırıq. Dövlətdən bizə yardım söhbəti olmayıb. Torpağı verirlər, torpaqla dolanırıq. Özümüz, ailəmiz, balalarımız. Əkinəcəylə, biz əkinəcəylə taxıl olsun, arpa olsun, buğda olsun, kartof olsun. Əkmişik, satmışıq. Bir dələdüz, bir vələdüzuna bizim məhsulu yaparıq. Alacağımız var. Həmin alacağı biz ala bilmirik. Cənab İlham Əliyevdən, cənab prezidentimizdən xahiş edirik, bizə köməklik eləsin. Bizi bu dələduzun əlindən bizim haqqımızı nə yolla aldırsın, bizim haqqımızı qaytarıb özümüzə versinlər. Əmi, sən təxminən nə qədər ziyan dəyib? Mənə həl-hazır 14.500 manat pulu, bu dəqiqə 16 mindir. Ümumilikdə 130 mindən artıq dedik. Bəli, 16.200 manat. Sizədir. Bəli, mənim onda pulum var, mənim alacağım var. Mən o pulu ala bilməyəm. Özüm də hər il banka girəyəm, yoxlaya da bilərlər, 35 min, 40 min pul götürüb həmin əkini mən əkiyəm. Satıyam, yenə qaytarıb mən bankı bağlayam, ondan qalan pulu da mən ailəmə, uşağıma, balalarına xərcləyəm. Onu da belə bir dələduzlar gəlib əlimizdə məhsulumuzu yaparıb, biz həmin məhsul pulunu ala bilmirik. Xahiş edirik bizə artıq dərəcədə köməklik olsun, bizim bu dələduzun əlindən canımızı xilas eləsinlər. Bizim pulları alsınlar, zəhmət keçirik. Bütün Bədirli kəndi zəhmət keçdi, yoxlaya da bilərlər.
Hamısı ancaq torpaqla əlləşirik biz. Torpaqla əkirik, dolanıq. Qat-qat xahiş edirik, dönə-dönə xahiş edirik cənab prezidentimizdən, İlham Əliyevdən bizə köməklik eləsinlər. Bizə göstəriş versinlər ki, həmin o dələduzı tutsunlar, bizim haqqımızı tələb eləsinlər. Hal-hazırda o fəaliyyətindədir. Bu dəyə kartof da vurub, çiyələyi də vurur, bu dəyə qarpız da vurur. Yəni ticarətində davam edir də. Saatdır ayda bir dəyə qarpız da vuruyor. Bu tükün darağa da verməyir. Buyurun. Bizdə köməklik olunmalı, biz xahiş edirik. Mən Quliyev Əli Abbas Qədirağoğlu, Bədirli kənd sakiniyəm. Ruşanov Alan İdisoğlu 2024-cü ildə cənab prezidentimizin bizə verdiyi torpaq məhsullarından öz kartoşkamı, ağsaqqalın dediyi kimi cürbəcür taxıl, buğda, noxud əkib becəririk. Analarlı şəxs bir həftəlik bizdən kartoşkamızı alıb, müəllim, dəfələrlə başqa orqanlara müraciət eləmişik, dəfələrlə qəbullarda olmuşuq, heç bir nəticə yoxdur. Hara getmişsiniz? Hansı? Daxili İşlər Nazirinin qəbulunda olmuşuq. Cənab Nazirin qəbulunda olmuşuq. Bəli. Respublika prokurorunun qəbulunda olmuşuq. İl yarım bundan qabaq Gəncədə. Nə bilim, prezident administrasiyasında 2 dəfə olmuşuq. Bir dəfə Mehriban xanımın köməkçisinin qəbulunda olmuşuq. Deyir, mənim hər tərəfdə Respublika prokurorunda da adamım var. Anar deyir. Anar, bəli. Sizi aldığın adam. Bəli, deyir, hər tərəfdə adamım var. Heç kim mənə heç nə eləyə bilməz. Arxam böyüdür. Mən də sizin pulunuzu vermirəm. Nə deyib vermir? Niyə vermirəm? Bu qədər zəhmət çəkir, haqqını yemək olmaz axı. Necə vermirəm? Müəllim, indi onu o tapşırdığı orqanlara müraciət eləmək lazımdır ki, bu anarın arxasında duran kimdir ki, anar bu sözü bizim kimi 20 nəfər kəndçiyə deyir. Yoxdur, yəni sən bu cür insanların, bu əlin, bu qabarın, sən necə haqqını verməyə bilərsən? Necə, nə deyib vermir? Vermir də müəllim, 2 ildə ala bilmir. Bəs yaxşı bu yerli qurum, Cəlilabad rayon polis idarəsidir, prokurorluqdur, icra hakimiyyətidir. Bunlar nə deyirlər? Prokurorluqda olmuşuq. Cəlilabad rayon prokurorunun 1-ci müavini, prokuror özü çox sağ olsun bizə köməklik elədilər. Onların köməkliyi ilə indi cinayət işi açılıb. İndi açılıb, 2 ildən sonra. Bir dəfə açılmışdı, bağlandı. Cəlilabad polisi bağladı. Ağsaqqalın dediyi kimi getdi, gördük ki, sizin xəbəriniz olmadan bağlanıb. İndi açılıb cinayət işi, prokurorun 1-ci müavini bizə köməklik elədi. Minnətdarlığımızı bildiririk buradan da ona. Cənab prezidentə xahiş edirik ki, bizə kömək olsun, bizə dəstək olsun. Biz pulumuzu alaq, yenə də əkinəcəyimizi əkib becərək, evimizi, ailəmizi dolandıraq. Quliyev Əliman Ərzmanoğlu. Cəlilabad rayon Bədirli kəndində yaşayırım. Biz də torpaqla dedik yoldaşlar kimi. Bir kartof vermişik. Bizim kartofumuzun pulu 2 il yarımdır yoxdur. Dəfələrlə söz veriblər. Amma nəticə yoxdur. Mənim 40 min banka borcum var. 40 min. Hal-hazırda. 40 min hal-hazırda mənim borcum var. 18-də, bu ayın 18-də 15 min verməliyəm, ödəməliyəm. Hardan? Nətər ödəməliyəm onu? Heç adında yoxdur. Hiçbir şey yoxdur ki, həyatımda bir şeyim qala satam, ödəyəm o yoxdur. Torpağımda gür oldu. Bu adam öz kefindədir. Harada kimin adamı var, nəyi var, nəyi yoxdur, bizim üçün qaranlıqdır. Amma indiyə kimi bir tədbir görülməyib. Biz də cənab prezidentinə xahiş edirik, bizə köməklik eləsin. Nazirin qəbulunda olmuşuq, Gəncədə olmuşuq, Astarada olmuşuq, qəbulunda görüşmüşük. Hələ ki bir nəticə yoxdur, nəticə görməmişik. O xahiş edirik prezidentdən ki, bizə köməklik eləsin. O vaxtda 30-40 min mənim bir dəqiqə banka borcum var. 40 min. Bu adamın da mənə 19 min verəcəyi var. 19 min. Plus hələ məndən 4 min də pul alıb əlindən. Mən buradan adət üzrə müraciət edirəm. Niyə müraciət edirəm? Bu gördüyünüz insanların hörmətli Baş prokurorluq, hörmətli Daxili İşlər Nazirliyi, hörmətli rayon polis idarəsi, rayon prokurorluğu, xüsusən icra hakimiyyətinə başlayıb bu adamların hamısının əlinin qəbərinə mən baxıram bir-bir ki, adamlar zülüm çəkirlər ki, torpaqda işləyirlər. Uluşanov, Anar, adın Anar dedilər. Sən bu adamların pulunu necə yiyə bilərsən? Sən bu adamların haqqını yiyə bilmərsən, vallah sənə bu günləri hökumət, adəti qurumlar da cəza verə bilməsələr, sənə mütləq də Allah cəza verəcək. Ver adamların puluna kişi, gətir ver.
Cənab Prezidentə müraciət edirəm, hörmətli Mehriban xanıma müraciət edirəm. Kəndlərdə yaşayan insanların səsinə səs verin. İmkan verməyin bu zəhmətkeşlərin bir il ərzində o zülmlə, əziyyətlə yetişdirdiyi məhsulu hansısa bir dələduz, bir dolandırıcı bir adam aparsın və bunların pullarını verməsin. Xahiş edirəm aidiyyatlı qurumlardan məsələni götürün nəzarətə. Biz də mətbuat olaraq mən söz verirəm sizin hər birinizə ki, bu məsələ bir dəfə çəkməklə, yayımlamaqla bitməyəcək. Mətbuat olaraq, media olaraq sağ olsun Ceyhun Nadirov da əziyyətimizi çəkir. Gələcəm Ceyhun Nadirovla sizi çəkəcəm, işıqlandıracam haqqınıza çatana kimi. Dostlar, yayımımızı bəyənin, paylaşın. Bu vətəndaşların səsinə səs verəyin. Sağ olun, sağlıqla qalın. Sağ olun. Allah köməyiniz olsun.